Həyatını sıfırdan başlamaq istəyənlər üçün 5 əsas məsləhət. 6 ay əvvəl yoldaşım mən və qızım Türkiyəyə köçərək həyatımızı sıfırdan başlamağa qərar verdik və təcrübələrimiz bizə bu 5 qaydanı öyrətdi. Birinci və əsas qayda köhnə qapıları bağlamaqdır. Sənin artıq geriyə qayıtmaq üçün bir B planın olmamalıdır. Yeni həyata öyrəşmək üçün sən yalnız özünə güvənməlisən. Yeni ölkədə sənin dostların və ya yaxınların gözləyə bilər. Amma onlara güvənərək hərəkət etsən bir yerdən sonra ruhdan düşəcəksən. Nə qədər tez sərbəst üzməyə başlasan, o qədər tez ayağa qalxacaqsan. Üçüncü qayda hər zaman yaxşı düşün. Əgər siz ailəsinizsə, qərib ölkədə ikiniz də eyni zamanda depressiyaya düşə bilərsiniz. Bu anda ikinizdən biri digərinə narahat olma, hər şey yaxşı olacaq deməlidir. İş. Qərib ölkədə hər ikiniz işləməlisiniz. Misal üçün, mən onlayn işlədiyim üçün Teymurun işi bizi hara gətirsə, orada qala bilirik. Hələ uşağın varsa, onlayn iş sənin dostuna çevriləcək. Həyatını 180 dərəcə dəyişmək, dünyanın istənilən nöqtəsindən həm də özünə işləmək istəyirsənsə, iyunun 7-si başlayacaq böyük SMM təlimim sənin üçündür. Sənə bir aya sosial şəbəkəni elə öyrədəcəm ki, sosial şəbəkə sənin əsas gəlir mənbəyinə çevriləcək. Çünki 5-ci qaydada elə inkişaf etməkdir. Yalnız biliklərinə yatırım edərək özünün ən ideal versiyasına çevrilə bilərsən.